Axşamınız xeyir əziz izləyicilərim. Mən indi veçerni bir kostyum, yəni qolu veçerni olacaq, sərli, bir də şalvar, bir dənə kofta biçirəm. İndi başlayaq biçim. Bunu yəni elə olmalıdır ki, bu astarlı olacaq, normal vəziyyətdə. Şalvar da astarlı olacaq, kostyumda. Ön hissəsini əvvəlcədən biçmişdim. Biraz arxa hissəsini indi biçirəm. 5 belə qədər. Yəni bunu belə çəkirəm ki, yəni anlayışı olanlar da bir diqqətlə baxsın. Kostyumun uzunluğu 80-də. Ayşə. Meşe 2 santı bir artıqlıq qoysam, 2-3 santı. Ayşə. Əziz izləyicilərim, bu da ön hissədir. Baxın, bu kostyumun qabağıdır. Qabaq hissəsidir. Bu relyefli vidişka ilədir. Altında klevoy eləmişik ki, kostyum gözəl görünsün. Bax belə. Əziz xanımlar, baxın, bu da bizim həmən kostyumun şalvarı. Bu hazır vəziyyətdədir, indi tikmişəm, yəni çəkilişi yadımdan çıxdı, çəkmədim bunu. İnşallah bir də biçəndə sizə göstərəcəm bunu necə kəsmək lazımdır. Baxın şalvara tikilişinə. Bu kantlandır. Tikilişi üstündən getmək kantlandır. Yəni müştərimiz belə istəyibdir ki, dizində kantlan olsun. Bir də sep böyründə olacaq. Qabaqda zamok istəmir. Böyründə istəyir. Bax belə manjetlə. Bu da hazırlığında sizə göstərərəm inşallah.